Salam, mən Rəşdova Türkan. Sürücülük nəzəriyyəsini hər kəsin rahat şəkildə başa düşəcəyi formada izah edirəm. Yol hərəkəti haqqında qanunu bilmək təkcə imtahandan keçmək üçün yox, həmçinin də real həyatda özümüzü və digər hərəkət iştirakçılarını qorumaq üçün vacib məqamlardan biri. Sükan arxasında ən böyük üstünlük sürət deyil, məlumatlardır. Doğru qaydanı bilən hər bir sürücü risk etmir, düzgün qərar verir. Doğru qaydanı bilsən, ən çətin vəziyyətlərdən belə çıxış yolun olur. Dərslərdə Əziz Talıbovun nəzəriyyə kitabından istifadə edirik. Nəzəriyyə kitabında bütün mövzular aydın şəkildə izah olunur. Dərslərdə bütün mövzuları şəkillərlə, izahlarla, real videolarla addım-addım öyrənirik. Həm imtahana, həm də real həyata tam şəkildə hazır oluruq. Əgər səndə yol hərəkəti haqqında qanunu tam ətraflı şəkildə öyrənmək istəyirsənsə, mesaj bölməsinə məlumat yazmağın kifayətdir.